Bəzi mənbələr deyir ki, avtomat korobkanın yağını dəyişmək lazımdır. Bəziləri deyir dəyişmək lazımdır. Yağı dəyişək yoxsa dəyişməyək? Yağı dəyişək, amma düzgün dəyişək. Birincisi, bunun üçün yağ dəyişən aparat düzgün seçilməlidir. Yəni həmin aparatda sizin maşının korobkasına uyğun təzyiq parametrləri seçilməlidir. İkincisi, mühərrik daim işləməlidir. Çünki korobkanın iş prinsipində öyrəndik ki, biz mühərrik işləyir ki, yağ nasos işləsin və həmin yağ sirkulyasiya eləsin. Bu sirkulyasiya eləməsə, biz ora təzyiqlə yağ vursaq, bu böyük fəsadlara gətirib çıxarda bilər. Üçüncüsü, avtomat korobkanın yağını tam olaraq biz dəyişiriksə, mütləq şəkildə bundan sonra kompüterlə avtomat korobkanın adaptasiyaları sıfırlanmalıdır və bir çox hallarda bu sıfırlanma Ziller kompüterinin sayəsində olur. Çünki bir çox ustalarda, bir çox bokslarda bu diaqnostika kompüterləri var. Hətta orada korobkanın sıfırlanması opsiyası olsa belə, o opsiyanı basırsan, göstərir ki, hə sıfırlandı. Bir çox hallarda bu sıfırlanmır. Ona görə də tam yağın dəyişmə zamanı bu sıfırlanma prosesinə xüsusilə diqqət yetirmək lazımdır. Həmən dəyişdiyiniz servis yoxlanılmalıdır. Əmin olmalısınız ki, bəli, onlarda həmən o tam olaraq adaptasiyanı sıfırlayan kompüter var. Dördüncüsü isə təbii ki, yağın səviyyəsini yoxlamaq lazımdır. Düzgün yağın səviyyəsini yoxlamaq üçün hər maşının özünün istismar kitabçasında yazılıb ki, harda olmamalıdır. Bunun universal bir səviyyə kimi anlayış yoxdur. Avtomat korobkanın yağının düzgün dəyişilməsi barədə tam videoya baxmaq istəyirsinizsə, YouTube linkinə keçid edin.